Hörmətli dostlar, yenidən sizi salamlayıram. Çox saysız hesabsız deyərdim, 100 milyonlarla deyərdim, insanların alüdə olduğu bir idman növü, yəni futbol haqqında bir neçə kəlməlik qısa olsa öz fikrimi bəyan etmək istəyirəm. Bilirsiniz, məlumdur ki, futbol çox böyük bir vüsət alıb. Demək olar ki, müxtəlif rəqəmlərə görə 2 milyarda yaxın insan o və ya bu şəkildə ya futbolu izləyir mütəmadi olaraq, ya futboldan qazanc əldə edir və ya bir şəkildə futbolla əlaqəlidir. Bu çox böyük bir rəqəmdir. Dünyada başqa bunun alternativi ola biləcək, bu qədər geniş yayıla biləcək hər hansı bir ikinci bir vasitəni düşünmək olduqca çətindir. Futbol təkcə futbol deyildir. Yəqin ki, bu sözləri eşitmişsiniz. Bu, deməli, 1994-cü ildə Britaniyalı bir yazarın, yəni Britaniya əsilli daha doğrusu bir yazarın, Simon Cooper'in Football Against the Enemy, düşmənə qarşı futbol adlı kitabının türkçə əslində tərcüməsi idi bu kitab. Yəni futbol təkcə futbol deyildir deyə, sadəcə futbol deyildir deyə bu cürlə tərcümə olunmuşdu. O kitabda çox maraqlı məqamlar, çox maraqlı nüanslar qeyd olunur. Futbolun görsəndiyi qədər ilk növbədə məsum olmadığı müxtəlif qara pulların yuyulması üçün vasitə təşkil etdiyi, eləcə də siyasilərin futbol üzərində çox böyük təsirinin olduğu, burada bir haşiyə çıxaraq bir xatırlatma etmək istəyirəm. Bəziləriniz düşünə bilər ki, məsələn, Sovet dövründə Azərbaycanı təmsil edən Neftçi komandası heç vaxt SSR çempionu ola bilməmişdi və yalnız bir dəfə bürünc medal qazanmışdı. Bunun təbii futbol oyunlarının axarı içərisində olduğunu düşünə bilər. Amma o dövrdə bunu yaşayan insanlar, Əhməd Ələsgərov kimi, Kazbek Tuayev kimi və ya Anatol Banşevski kimi futbol mütəxəssislərinin xatirlərini biz oxuduqda görürük ki, bu heç də belə olmayıb və çox ciddi siyasi təzyiq nəticəsində əslində bir çox həlledici oyunlara Neftçi öz oyunçularını apara bilməyib. Yəni bunu haşiyə olaraq niyə dedim? Siyasətlə futbolun iç-içə olduğunu Azərbaycan özəlində, eləcə də dünyada aşkar olduğunu, yəni bunu bilməliyik deyə xüsusi olaraq vurğulayıram. Eləcə də qonşu ölkə, yəni qardaş ölkə Türkiyədə biz görürük ki, çox milyonlarla vergi borcu olan futbol komandalarının vergi borcları bir axşamda hökumət tərəfindən silinir. Biz xatırlayırsınız, İngilis dilinin yayılması mövzusunda da biz məsələyə toxunmuşduq ki, futbolun müstəsna rolu olmuşdu bunun yayılmasında, yəni İngilis dilinin yayılmasında. Bir şəkil qarşıma çıxdı. Yəni çox 1926-cı ildə, yəni təqribən artıq 100 ilə yaxın bir müddət əvvəl çəkilmiş bir şəkil qarşıma çıxdı. Deməli, Arsenal'la Manchester United'ın oyunudur və orada meydançanın mərkəzində bir top var və futbolçular və hakim topun önündə əyilirlər. Biz ona dini literaturda, yəni dini terminoloji olaraq bir növ ruki vəziyyətini almış formada əyilirlər və stadionda da həmin dövrdə deyilənə görə tamamilə səssizlik hakim olur. Sonradan bu ritual ortadan qaldırıldı. Yəni sizə təbii gəlməsin ki, futbola oynandığı yer, yəni meydança nə üçün məbəd adlanır? Məbəd, bilirsiniz, ibadət olunan yer deməkdir. Yəni futbol azərkeşləri nəyə ibadət etmiş olurlar? Yəni aşırı şəkildə futbola bağlı olan insanlar nəyə ibadət etmiş olurlar? Və kimə ibadət etmiş olurlar? Bunun yəni fərqindədirlərmi görəsən? Bir kitabda bayaq adını dediyim, yəni futbol əsla futbol deyildir kitabında yenə diqqətimi çəkən bir məqam oldu. Orada deməli Haitili birindən futbol azərkeşindən sual verirlər. Bilirsiniz ki, Haiti çox acınacaqlı bir vəziyyətdə yaşayır. Ona sual verirlər ki, sizin üçün ölkənizə Amerika Birləşmiş Ştatlarının işğalı mı daha önəmlidir, yoxsa Braziliyanın qalib gəlməsi? O belə cavab verir. Deyir ki, biz onsuz da hər gün acıq və saysız hesabsız problemlərimiz var. Amerika isə hər gün bizim ölkəmizi işğal edəcəyini deyir. Amma Dünya Kuboku 4 ildə bir dəfə cəmi keçirilir. Yəni
bu daha əhəmiyyətlidir. Yəni fanatizmin və bir növ insanın gəlmiş olduğu, mənfi mənada gəlmiş olduğu yeri göstərən bir açıq bir cümlədir bu. Yəni insan hansı ölçüdə buna alidə ola bilər ki, ən həyatı önəm kəsb edən məsələlər belə artıq onun üçün əhəmiyyətini itirmiş olsun. Eləcə də Azərbaycan özəlində diqqətimi çəkən bir məsələni, yəqin ki, sizin də diqqətinizi çəkib, artıq futbolun bir qumar sektoruna, yəni qumara dönüşməsi və azyaşlı uşaqların, xüsusən məktəblilərin burada yer alması çox ciddi məncə problem təşkil edir. Düşünürəm ki, bu necə ki, narkotika qarşı mübarizə aparılır, necə ki, digər pis fərdliklərə qarşı mübarizə aparılır, eləcə də buna qarşı da çox ciddi mübarizə aparmaq lazımdır. Həm də onu deyim ki, əl çatmağı baxımından deyək ki, siz heç bir əziyyətsiz, əgər əlinizdə telefon varsa, heç bir əziyyətsiz həmin o indi qanunsuz deyirlər, onsuz da qumarın qanunu ya da qanunsuzluğu olmur. Yəni qadağan olunmuş bir şeydir bizim dini inancımıza görə. Onun həmən qarşınıza çıxdığınızı görürsünüz. Və bu şəkildə artıq dünyada belə bir statistik məlumat var. İndi bu çoxdur ki, az deyil. Yəni 350 milyon insan bu cürünə qumardan alüdə olmuş vəziyyətə düşmüşdür. Məsələn, qardaş Türkiyədə isə belə bir rəqəm var idi ki, bu insanların sayı artıq 2 milyonu keçmişdir. Bir daha onu demək istəyirəm ki, futbol artıq öz məsumluğunu itirmişdir. Yəni futbol sadəcə sahədə oynanılan, meydançada oynanılan bir oyun olmaqdan çıxmışdır və bu mövzuda xüsusən valideynlərin çox diqqətli olmağı vacibdir və biz istəyir müəllimlər olaraq, istəyir valideynlər olaraq çox diqqətli olmalıyıq deyə düşünürəm.